Bu ildən xüsusilə vurğulamaq istəyirik ki, artıq 85 min uşağın, hansı ki onlar bu il məktəbə hazırlıq qruplarında təhsil alırdılar, onların birinci sinifə avtomatik qəbulu həyata keçirilib. Bu il ilk dəfə olaraq prosesə qəbul, yəni sistemə giriş, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, daha doğrusu Nazirliyinin digital loqin vahid sistemi ilə həyata keçirilib. Hal-hazırda sistemə qeydiyyat zamanı müəyyən çətinliklər yaranıb və hazırda texniki heyət tərəfindən bu problemin aradan qaldırılması və sistemin fasiləsiz işlənməsi ilə bağlı zəruri addımlar atılır. Bunu bildirmək istəyirik ki, artıq 1000-dən artıq valideyn bu mərhələdə qeydiyyat prosesini tamamlaya bilib. Bu gündən etibarən 6 may tarixinə qədər ilkin olaraq valideynlərin sistemə qeydiyyatı və öz övladlarının qeydiyyatını həyata keçirəcəklər. 6 may tarixindən etibarən isə birinci sinifə qəbulla bağlı məktəb və müəllim seçiminə start veriləcək. Azərbaycan bölməsi ilə bağlı məlumatlar bundan ibarət.